Qudyal çayda suyun səviyyəsinin artması Qubadan sonra Xaçmaz rayonunda da problemlə nəticələnib. Çayın Xaçmaz şəhəri ilə Köhnə Xaçmaz kəndini birləşdirən piyada körpüsü və Xaspolodoba kəndindən keçən hissəsindəki körpü ötən gündən bağlanıb. Piyada keçidi kimi istifadə olunan körpü olduqca qəzalı vəziyyətdədir. Bu səbəbdən sakinlərin rayon mərkəzinə və əks istiqamətə, məktəblilərin isə məktəbə hərəkəti çətinləşib. 1200-dən artıq əhalinin yaşadığı Köhnə Xaçmaz kəndini rayon mərkəzi ilə birləşdirən piyada körpüsü müxtəlif vaxtlarda 3 dəfə təmirə dayanıb, amma irəliləyiş olmayıb. Çəkiliş qrupumuz piyada körpüsünün vəziyyətindən şikayətlənən sakinlərlə söhbətləşib. Köhnə Xaçmaz kənd sakinləri avtomobil yolu üçün yeni körpü inşa edilməsinin vacibliyini vurğulayıblar. Dediklərinə görə bu məsələni bir neçə dəfə qaldırsalar da tədbir görən olmayıb. Bu cəmaət balalarımız məktəbə gitməlidir. Necə gidəcək? Çerez dəmir yolu gitməlidir. Ya asfaltdan gitməlidir. Məktəb tutardı, dərs tutardı, belə gəlməlidir. Mesela avrat nətər yıqartırlar, nətər olacaq? Belə düzgün deyil. Bu yırtığımı neçə röyə gəlirlər, remontlayırlar, çıxıb gedirlər. Bunu düzgün bir dənə maşın yolu olsa, maşın yolu. Biz cəmaatımız da gidib gələr şəhərə, gidib yoxsa aylama, dolama, gidir fırlanıb gəlir o. Bu piyada körpüsüdür. Buradan cəmaat işləməlidir. İndi mən misal üçün gəlmişəm, bir şəhərə gedərəm, mümkün deyil. Taksi zakazlamışam, taksi gələcək, taksini gideceğim. Yaxşı, mən getdim. Bəs bu oğul uşaq məktəbə nə ilə getsin? Bəli, bu vaxta olan körpümüz qəzalı vəziyyətə düşüb. Bizim uşaqlarımız məktəbə getməyə qalıblar, necə getsinlər, necə gəlsinlər. Ayrıca çay ətrafı ərazinin zibil poligonuna çevrilməsi də diqqətimizdən yayınmadı. Çox güman ki, məişət tullantılarını bura sakinlərin özləri atır. Amma çay suyuna qarışan bu tullantıların onların həyatı üçün nə qədər təhlükəli olduğunu unutmamalıdırlar. Üstəlik çayla birlikdə bu tullantılar Xəzər dənizinə tökülür. Ötən gündən bağlanan Qudyal çayın Xaspolodoba kəndindən keçən hissəsindəki körpüyə gəlincə, burada hərəkət tam məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub və əraziyə polis əməkdaşları nəzarət edir. 9-dan artıq kənd əhalisinin istifadə etdiyi körpünün nə zaman bərpa olunacağı isə bəlli deyil. Körpüyə baxış keçirən Xaçmaz rayon icra başçısının birinci müavini Anar Oruçludan açıqlama almaq istəsəydi, o danışmaq istəmədi. Qurum rəsmisi avtomobilinə minərək ərazidən uzaqlaşıb. Aytəkin Alxasda, Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim Media.